Dibeştin ikisi ayrılıq və sizə salam gətirmişəm kimi adlı mahnıların bəstəçisi Ustad Əli Səliminin dünyadan köçmək günüdür. Ustad Səlimi 1301-də Bakıda doğulur. 1340-da Rəşid Behbudov Təbrizdə Səliminin evində qonaq olur. Çoxlu söz-söhbətdən sonra Səlimi yeni bəstələdiyi Sizə salam gətirmişəm mahnısını Behbudova göstərir. Bu mahnı Rəşid Behbudovun ürəyinə yatır və onun ifa etməsinə söz verir. Rəşid ayrılıq mahnısını elə o gün Səliminin xanımısından eşidir. Bu mahnı onu daha çox maraqlandırır və hər iki mahnının oxumasına söz verir. Neyləyim ki sənə çata bilmirəm, ayrılıq, ayrılıq, aman ayrılıq, hər bir dəfəm olar, yaman ayrılıq. Rəşid Behbudovun ürəkyatım səsi ilə ayrılıq və Sizə salam gətirmişəmin ulduzu parlayır və türk musiqisini sevənlərin ürəyinə işıq saçır. Ustad Əli Səlimi illər boyu Azərbaycan musiqisinin gəlişməsinə çalışdı. 1376-da dünyasını dəyişdi və Təbrizin Məqbərətüş-Şüarasında torpağa tapşırıldı. Bəstələdiyi mahnılar ustadı türklərin ürəyində yaşatmaqdadır. Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Bizi paylaşın ve bize destek olun. Paylaşın ki yeni tarihi ve farhangi klipler yayaq.